Salam gənclər, bu gün demək ilk videomda sizə necə olur ki, imtahana nisbətən daha az hazırlaşıram digər tələbələrə görə, amma onlar qədər aşağı-yuxarı bal alıram. Hansı ki, minimum bal 80 və 80 üzəridir. Bunun üçün bəzi metodlar özümdə inkişaf etdirmişəm ki, həm vaxtımı normal bir şəkildə səmərəli istifadə edeyim, həm maksimum dərəcədə də nəticə göstərə bilim ki, yəni tələbələrin əsas problemlərindən biri də mənə elə gəlir ki, dərs üzərində oturmaqdır. Amma o bəzi metodlarla həll oluna biləcək bir şeydir. Birinci növbədə etməli olduğum bir şey, hər hansı bir imtahan olacaqsa, məsələn o imtahana ən azı 3 gün qabaqcadan mən artıq orada təməllərini atmalıyam. Yəni son günə saxladıqda artıq mən gözləyə bilməm ki, oradakı 50 baldan 40 və üzəri bal hesablayım. Yəni məsələn giriş balımın 20-lərdə, 30-larda olduğu bir imtahandan mən 50-də 50 ilə çıxıb, yox. Birinci növbədə realistik olmaq lazımdır ki, mən bu imtahandan nə qədər ala bilərəm. Yəni təxmini ortada özüm üçün bir şey göstərəm və minimum nə qədər almalıyam kimi. Məsələn, mən hər hansı bir imtahan üçün minimum kriteriyam 71 almaqdır. Yəni deyirəm ki, 71-i keçin. Bu mənim minimumumdur. Bəziləri üçün 17 almaqdır, bəziləri üçün 91 almaqdır. Mən zərbəçiliyə hazırlaşıram və ona görə özüm üçün limiti 71-dən göstərirəm. Ki, 71-dən götürdüyüm limitdən də çox vaxt, yəni 71-i alaram, bu qədər rahat deyil. 71-dən biraz yuxarı üçün hazırlaşıram ki, hər ehtimala qarşı sual bilmədiyim düşə bilər və s. və s. Ortama 80-90 arası əldə edirəm ki, çox vaxt da belə olur. Giriş balım neçədirsə, çıxış balım da elə olur. Yəni 40 ilə girdiyim bir fəndən 38-42 arası, yəni məsələn 48 ilə girdiyim fəndən 50 ilə 46 arası, yəni bu civarda alıram. Çox bir fərq də yaranmır. Yəni bu da bir səbəb olur ki, semestr ərzində nə qədər hazırlaşırıqsa, yəni o qədər də nəticə göstərəcək. Fantastik bir möcüzəvi bir şey olmur. Sadəcə bu metod biraz daha vaxtı qısa tutaraq daha geniş bir şəkildə, daha bilgini açıq bir şəkildə yaymağa kömək olur. Biraz da praktikanı sürətləndirir, belə deyim. İlk olaraq yazmaqdır. Yəni mütləq bir şəkildə hər hansı bir şeyi həqiqətən öyrənəcəmsə və son günə həqiqətən saxlamamışamsa, son 1-2 saatda oxuduğum suallar deyilsə, onlara ayrı keçinəcəm. Amma ümumi bir rahat bir şəkildə 90-lıq, 80-lik bir nəticə istəyirəmsə, götürürəm yazıram. Özüm bir dəftər götürmüşəm. Planşet falan da ola bilər. Planşet dəyişdirirəm, amma dəftər mən son zamanlarda daha rahat gəlir. Dəftəri götürürəm, həmin imtahanın suallarını yazıram ərimədən. Məsələn, açıram bir dənə fənni, bütün imtahanlarımı yeni dəftərə yazıram bu arada. Məsələn, biokimiya. Biokimiyadan 63 dənə sualdır. Hamısını bir-bir götürdüm, yazdım. 63 dənəsinin hamısını. Sonra onları bloklara bölürəm. Birinci blok, ikinci blok, üçüncü blok. Məsələn, mən biokimiyadan gözləntim 71 üstəgəl idi və mən ona görə 5 hissəyə böldüm. Yəni 5'li bloklar halını saldım. Çünki 60 sualdır. Yəni 5 bloklara bölmək mənim üçün kifayətdir. Amma yox, məsələn, mən o fəndən istəyirəmsə ki, yox, 60 suallıq olandan 90 və üzəri alım, artıq orada 3'lü bloka salacağım. Bu bloklarda nəyə xidmət edir? Məsələn, birinci blokdur. Birinci bu hissə. 1-dən 5'ə kimi. Onlardan atıram, içlərindən birini öyrənirəm. Məsələn, 3-cü sualı öyrəndim. Sonra keçirəm ikinci blokdan bir dənəsi öyrənirəm. Bu şəkildə hər blokdan bir dənə sualı bilmiş oluram. Yəni bu şəkildə getdi və toplamda mən 12 dənə bloka bölmüşdüm. 12 sualım getdi. Biri var, mən sırayla o 12 sualı 1-dən 12'yə kimi oxuyum. O 1-dən 12'yə kimi hissəsindən maksimum mənə düşəcək 1, uzağı 2 sual. Yəni mən buradan ikisini eləmiş olaram. Amma bu şəkildə elədikdə ortalıqdan düşmə ehtimalı daha çox olur. Ki, məsələn, bileti dəyişdirdikdə, o hissə olur. Ya bloklar arasında əlaqə də olur da. Məsələn, olmasın biokimiya, olsun zoologiya. Zoologiyada birinci bloka düşür, məsələn, ümumi inkişaf, ikinci bloka balıqlar, üçüncü bloka, məsələn, amfiblər falan. Bu şəkildə hərəsindən bir dənəsini bilirəm deyə, ən azı digərinə də bir qismi yaza bilərəm. Amma biokimiya elə deyil. Yəni mən bu sadəcə elədim, 17-ni alacağım məsələsi deyil. Bu sadəcə biraz işimizi rahatladır. 12 sual buradan getdi. Sonra baxıram ki, həmin də oxuduğum suallara bənzər hansı suallar var. Məsələn, birinci sual biokimiyanın əsasları. Classification and structure of amino acid. Mənası da odur ki, amino asidlərin, amin turşuların klassifikasiyası və quruluşları. Fikirləşirəm ki, amino asidlərdən eyni zamanda harda da yaza bilərəm. Fikirləşirəm, bilirəm ki, proteinlərdə yaza bilərəm, zülallarda yaza bilərəm. Yəni bunlar da ən azı 2 cümləm var. Yəni məsələ orada 10 balı almayacağım proteinlərdə, amma 2 balım var. Onları işarələyirəm, bənzər olanları. Ya tutaq ki, glikolizdir. Glikoliz prosesini yaza bilərəm, məsələn, metabolizmin bir hissəsi kimi. Orada da 2-3 balım var, heç olmasa. O suallar getdi, yerdə heç əlaqəsi olmayan həddən artıq çox sual çıxır. Artıq onları da özüm üçün qruplaşdırıram. Hansı suallara eyni şey yaza bilər. Məsələn, protein misfoldinglər var, zülal səhv qatlanmaları. Bu sualı fikirləşirəm ki, oxusam düşə də bilər, düşməyə də bilər. Bir də var ki, burada bəzi suallar var ki, DNT
DNT-nin təzədən sintezi, DNA replication, Azərbaycanca tamam unutdum, üzrlü sayasız. Həmin o hissənin düşmə ehtimalı mənə görə daha çoxdur və fikirləşirəm ki, bu sual düşsə daha çox şey yazmaq olar. Çünki burada bir sual da var ki, DNA replication ümumi olaraq prokaryotların replikasiyası, bir də evkaryotların replikasiyası. Mən ümumi olanı bilsəm, evkaryotla prokaryotu da heç olmasa yazacağam biraz. Oradan 4 balım, 5 balım olacaq. Bu şəkildə mən hansı sualı ilk oxuyacağam, hansı sualı axırda oxuyacağam planlaşdırmış oluram. Bu mənə həm o suallar düşsə 10 ballığı almaya xidmət edəcək, həm də digər suallar düşdükdə ən azı 17 balım hazır orada olacaq. Yəni bu mənim işimi rahatladır. 17-mi mən buradan bu ikisini tətbiq edərək garantiləmiş oldum ki, mənim minimum 17-im var. Ki, buna bir əlavə də eləmək istəyirəm ki, bəzi məsələn mövzular olur, bəzi fənlər olur ki, çox əlaqəsizdir. Öz ixtisasımızdan və yaxud da nə bilim suallar bir-birindən çox əlaqəsiz olanlar olur. Məsələn, mən məntiqlə keçmişəm, mən bir bioloqam, biologiya tələbəsiyəm. Mənim məntiqlə uzaqdan yaxından əlaqəm yoxdur və mən ona əlaqəli hər hansı bir şey yaza bilməyəcəm. Sadəcə dediyim kimi, orada mən bloku tətbiq edə bilərəm ki, yəni bloku eləyim, 3 hissəyə böldüm sualları və yaxud da 5 hissəyə böldüm, nəsə o şəkildə və yaxud da əgər görürəm ki, uyğunlaşdıra bilmədiyim suallar var, heç cür nə qruplaşdıra bilirəm, nə şey eləyə bilirəm, o sualları necə öyrənirəm? Bir hissə olur, məsələn, atıram belə suallardan götürüm. Bu mənim tam öyrəndiyim bir sualdır. Bunu mən tam öyrənmişəm, başdan ayağa bərək doludur. Polinükleotit sintezi. Bir də var ki, mənim prosta öyrəndiyim, düşsə kəsilməyim deyə öyrəndiyim sual var. O da vərəqin yarısını qaplayır, yəni bu qədər. Bu şəkli prosta çəkmişəm, yəni o ayrı bir şeydir. Yəni bu qədər vərəqin yarısını dolduracaq bir şəkildə öyrənirəm ki, tamam düşsə yazım. Heç olmasa düşmə ehtimalı çoxdur, amma oxumağa ərinirəm. 17-yə özüm şey eləmişəm, ya 30 bal alım, 71-ə güclə düşüm, bəsimdir deyirəmsə, o cür edirəm. Və yaxud da bəzi suallar var ki, burada yenə göstərəcəm. Məsələn, bu artıq ikilərdən olan sualdır. Yəni, bunu da çox qısa yazmışam ki, düşsə, heç cür qruplaşdıra bilməmişəm də bu biçim. Düşsə, biraz yazım, nə olar da, Allah kərimdə. Heç olmasa müəllim oradan 3 bal, 2 bal verəcək, bir tərəyə kəsilməyəcəm, ya 20-dən 30-dan bir şeylər alır. Daha sonra gəldik ki, sualı yazarkən, yəni sualların cavabını əgər mən full yazacağımsa və yaxud da yarım-yarım nəsə də bir şey eləyəcəm, o yazmaq lazımdır. Mənim üçün yazmaq önəmlidir. Sadəcə oxuyaraq bir şey eləyə bilmirəm. Çünki yazmaq bir göz yaşlaşma artırır. Bir onu oxuyarkən ən azı 2-3 dəfə təkrarlamış olacağam. Biraz daha analizim yüklənəcək və diqqət əksikliyi var. Bu problem məndə var ki, bəzən də bir çox təbələrdə olur. Diqqət əksikliyi üçün də elədiyim metod sadəcə olaraq klassik musiqiyə qulaq asmaqdır. Yəni ekstra wow bir şey eləmirəm. Yəni maksimum bir çayımı alaram, bir kofemi alaram ki, orada beynim açıq tutsun. Gec saatlarda da hazırlaşmaq məcburiyyətindəyimsə, amma əsasən buna istifadə edə çünki gecə saatları birinci növbədə dərs oxumaq üçün ən az effektiv olan bir şeydir. Sırf bu öz tövsiyəmdən deyirəm. Həm də elə bir şey edəcəmsə saat 9-dan 10-dan yatıb, səhər saat 4-də 5-də durub oxumağı daha çox tövsiyə edirəm ki, onda biraz daha çox beynim açıq olur və daha çox biraz oxumağa ehtimal olarım ki, imtahanlı saatlar qalıb nə edəcəm ki, səhərə də biraz daha tempolu olun. Anatomiyası dərsində insan anatomiyasını mən öyrənərkən mənimki məndən gedirdi. Başdan ayağa əzbərdir. Başdan ayağa sümükləri öyrənməliyəm, sinir sistemini öyrənməliyəm. Bunun quruluşu və ya da onun quruluşu elədir. Mən orada məcbur ya o rəngləri öyrənərkən göy qurşağının rənglərində dediyimiz kimi bir qafiyələr tapmalıyam. Ya nə bilim gülməli bir şeylə əlaqələndirməliyəm. Ya səs tonumla orada əlaqələndirməliyəm. Səs tonumla da əlaqələndirən şey olur. Hər hansı dəri qatlarını öyrəndə hansı məsələn dəri qatının qalın olduğunu mən dəqiqləşdirmək üçün indi hamısı yadımdan çıxıb o daha orada səsimi qalın bir şəkildə səsləndirirdim. Ən azı onu oxuyarkən digər nəzik olan qatları isə nisbətən daha incə bir səslə səsləndirirdim ki, heç olmasa o imtahanda yazdıqda səsimin qalınlığından, incəliyindən axı təkrar etdi, eyni səs tonunda təkrar edəcəm öz beynimdə də olsa. Oradan bir şəkildə yadımda qalsın. Yəni çox əcaib metodlar var ki, onlardan bəzilərini də işlətmək məcburiyyətindəyik. Qalır ki, son gün. Bəzən olur ki, son günə qalmalı olur. Çünki mən məsələn ixtisas transferi etdiyimə görə alt qruplarda otururam və bəzən imtahanlarım dalbadaldır. Məsələn, ayın 17-sində də imtahanım var, ancaq bu semestr, ayın 18-sində də imtahanım var. İkisi də çətin imtahandır. Məcbur birini şey eləməliyim də, sadəcə bir günə sıxışdırmalıyam. Özdə onurğalıların imtahanında ayın 18-i olan, yəni ekstradan bir çətindir. Bu şəkildə mən nə edirəm? Ən əsas sualları, bəzi şeyləri qabaqçadan çıxaram. Fikirləşirəm ki, skeletdən mütləq bir dənə sual çıxacaq. Skeleti hazır qoyuram. Qalan orada bəzi suallar olur. Məsələn, onları heç oxuya bilmərəm. O başda dediyim blok mexanizmindən istifadə edirəm. Yəni hissələrə bölürəm. Ən çox düşmə ehtimalı olan, az düşmə ehtimalı olanlar ya da ilk 5-lər falan. Nəsə o videonun başında onsuz da danışmışam. Təzədən ona keçinməyəcəm. Amma ona əlavə olaraq da bir metod da var ki, görürəm ki, bundan az öyrənmişəm. 3 cümlə öyrənmişəm. Ya vərəqin yarısını öyrənmişəm. Biraz öyrənmişəm. Nə dərsi?
Mən orada hər hansı bir cümləni genişləndirməliyəm. Məsələn, orada yazılıb ki, gecə çiçəyində 3 rəng əsasən müşahidə olunur: ağ, qırmızı, bir də çəhrayı rəng. Mən onu bu cür yazıram ki, biz tədqiqatlar nəticəsində görə bilərik ki, gecə çiçəyində əsasən 3 rəng müşahidə olunmuşdur ki, biz bunlara ağ rəngi, çəhrayı rəngi, qırmızı rəngi aid edə bilərik. Orada da məsələn ağ rəngə çiçəyə, çəhrayı rəngə böyük çiçəyə. Məsələn, bu şəkildə biraz yazıb genişləndirirəm. Yəni bu mənim ayrıca bir genişləndirməyimdir. Orada mənim bilgim genişləmir. Mən ekstra bir şey öyrənmirəm. Sadəcə cümləni genişləndirirəm deyə. Bunu bilirəm ki, mən buradan vərəqi doldura bilməyəcəm də. Ya da nə bilim az şey bilirəm. Hər halda istifadə edə bilərəm ki, bütün imtahanlarda da bu cür istifadə edirəm. Ki bu həm elmi səviyyədə göstərilir biraz. Yəni həddən artıq çox xırdaçılığa keçməkdə. Artıq orada hiss olunacaq ki, bu uşaq orada küləhləyir. Amma bir hissədə elmi bir şəkildə onu eləmək olar. Ki bu ingilis dilindədirsə, ingilis də mənim orada cümləni uzatmam. Əslində bu müəllimlərin xoşuna gəlir. Bilmirəm necədirsə, az sektorunda vəziyyət necədir bilmirəm, amma mən bu şəkildə metodumu eləyib, nə bilim, az öyrəndiyim bir şeydən daha yuxarı ala bilirəm də. Ya vərəqin yarısıdırsa onu şey eləyə bilirəm. Bir də məsələn bəzi cümlələr olur ki, yarım vərəq öyrənmişəm, görürəm ki, vərəqin yarısını dolduram. Bəzi cümlələri fərqli bir şəkildə təkrarlaya bilirəm. Çünki onu yoxlayan müəllim sadəcə belə deyim, üstdən oxuyur əsas hissələrdə. Yəni orada tez-bazar bir şey yoxlamalıdır. Fantastik üzərində cümlə və cümlə özbəsöz durduğunu düşünmürəm. Bəzi müəllim eləyir, amma çox müəllim eləmir də. Ona görə həmin o cümləni fərqli sözlərlə, ən azı buraxılışda keçdiyimiz metod olur da, ya öz dilimizdə bu lap rahat olur. Orada həmin o cümləni biraz dəyişdirərək, sözünü dəyişdirərək, ya nə bilim, cümlə quruluşunu dəyişdirərək fərqli yerlərdə fərqli cür yazıram. Ki, çox görsənir. Nə etməliyəm? Kəsilməməliyəm. Kəsilməmək üçün eləmək olduğum metodlar budur. Baxın, videonun başında da dediyim kimi, semestr ərzində mənim balım neçə olursa, çıxışım da o olur. Semestr ərzində mən yeyib yatıb, Allaha buyuruq 30-la girdiyim fəndən gözləməyim ki, mən burada möcüzələr yazsam. Bəlkə onu eləyən tələbələr var, bəlkə həqiqətən o potensialı olan tələbələr var. Amma mən o tələbələrdən deyiləm. Mən bilirəm ki, semestr ərzində bu fəndə nə qədər can yandırmışamsa, axırda da o nəticəni göstərəcəm. Demirəm semestr ərzində oturub yədiyim səhərdən axşama kimi imtahana hazırlaşıram ya dərs oxuyuram falan. Yox. Mən semestr ərzində bilirəm ki, hə, bu fəndə bu qədər ortalama oxuyuram. Nə əlaçı səviyyəsində oxumuram, hər gün dərsə hazır gəlmirəm. Yox. Amma lap belə tınlamazlıqda eləmirəm. Müəllim dərs danışdıqda ən azı o müəllimin danışdığı dərsə qulaq asıram ki, o sualları təkrarladıqda belə mənə çox böyük kim olur. Çünki adicə onu deməyi unutmuşam. Mən o hissəyə cavabı yazdıqda, sualın cavabını yazdıqda deyirəm ki, müəllim bunu dərsi danışdıqda falan şey demişdi. Görürsən bunu yazsam, müəllim daha çox artıq bal verir ki, çox vaxt verir. Müəllimi dinlədiyimizi göstərir. PDF-də yazılmayan bir şey, dərslikdə yazılmayan bir şey müəllim desə və mən onu oraya yazıramsa, bu müəllimin xoşuna gələn bir şeydir. Yəni ona görə dərs dinləmək belə çox böyük təsir imtahana.